Almaniyanın paytaxtı Berlində isə 100 minə qədər abonenti günlərlə işıqsız qoyan sabotaj aktı ilə bağlı araşdırmalar davam edir. Yerli medianın məlumatına görə hücumla bağlı mühüm məlumat təqdim edənlərə böyük məbləğdə mükafat vəd edilib. Xüsusi müxbirimiz Günay Məmmədova bizimlə birbaşa bağlantıdadır. Günay, sizi salamlayıram. Deyilənə görə söhbət 1 milyon avrodan gedir. Bu barədə fikirləriniz bizə maraqlıdır, söz sizdədir. Bəli, Almaniyada Berlinin Kabil körpüsündə baş vermiş yanğınla bağlı günahkarların tutulmasına kömək edəcək məlumat üçün 1 milyon avro məbləğində mükafat elan edilib. Həmin yanğın nəticəsində şəhərin bir rayonunda 5 gün ərzində elektrik enerjisinin verilişi dayandırılmışdı. Qeyd edeyim ki, Berlinin SPD-dan olan senatoru Iris Spranger mediada yayılan məlumatları təsdiqləyərək vandalizm aktını törədənlər barədə məlumat verənlər üçün 1 milyon avro mükafat təyin olunduğunu bildirib. Spranger bunu unikal hadisə adlandırır və belə bir presidenti xatırlamadığını qeyd edir. Onun sözlərinə görə bu cür maliyyə təşviqi vasitəsilə həmin terror aktının bütün hallarını aydınlaşdırmağa ümid edilir. Hökumət dairələrində mükafatın elan edilməsini istintaqın indiyədək yanğını törədənlərin izinə düşə bilməməsi ilə əlaqələndirirlər. Xatırladım ki, insident yanvarın əvvəlində baş vermişdi. Kabil körpüsünün yandırılması nəticəsində 45 min ev və 2 mindən çox müəssisə bir neçə gün ərzində elektrik enerjisiz qaldı. Daha sonra Vulqaz Qrup adlı sol radikal təşkilat adından yayılan bəyanatda onlar məsuliyyəti öz üzərində götürdüklərini bildirdilər. Dövlət qurumları məktubun həqiqi olduğunu hesab eləyir. Hadisə ilə bağlı federal prokurorluq, terror təşkilatının üzvlük, diversiya, qəsdən yanğın törətmə və infrastrukturun işinə mane olma maddələri üzrə istintaq aparır. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Günay, təşəkkür edirəm sizə çatdırdığınız ətraflı məlumatlara görə. Hörmətli tamaşaçılar, xatırlatmaq istərdim ki, Berlindən bizimlə birbaşa bağlantıda əməkdaşımız Günay Məmmədova idi.